Rusiyanın paytaxtı Moskva şəhərində Atradnoy rayonunda yerləşən İnam məscidində müsəlmanlar bir araya gəldilər. Bayram namazı qılıb, bir-birlərinin bayramlarını təbrik etdilər. Qurani Kərimə görə, oğlu İsmaili Allah yolunda qurban kəsməyə hazır olan İbrahim Peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir. Və Allah Teala İbrahim Peyğəmbərə oğlu İsmailin əvəzində qurban kəsmək üçün 2 cüd qara qoç göndərir. Bu səbəbdən də uca yaradana yaxın olub, xeyirxahlıq üçün hər cür fədakarlığa hazır olanlar qurban kəsib kasıblara payladılar. Bu bayram günündə də həmçinin məscidə təşrif buyuranlar Allah evində yer olmadığından dualarını küçədə, yağış altında yerinə yetirməyə məcbur oldular. Kanalımıza müsahibə verən möminlər isə dünya müsəlmanlarını təbrik etdilər. Allah bütün gələn xalqımızın, millətimizin və xüsusilə bütün dünya müsəlmanlarının günlərin həmişə bayram günləri kimi qeyd olsun və bayramın da mənası budur ki, yəni günahdan çəkinməklik. Elə bu gün Qurban bayramıdır və bu gün o gündür ki, biz günahlardan çəkinək və həmçinin içimizdə olan bütləri, şəhvəti və bir çox şeyləri gərək İbrahim kimi biz də neynəyək? Qurban verək. Necə İbrahim qurban verdi, o böyük bir məqama çatdı. Elə bir məqama ki, Quran dedi ki, Səlamun alə İbrahim, yəni salam olsun İbrahimə. Bu bayram günündə Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik ediblər. Medvedev Qurban bayramının İslam dininin yüksək mənəvi ideallarını, mərhəmətini və qarşılıqlı hörmətini təmsil etdiyini bildirib. Baş nazir bundan sonra da Rusiyadakı müsəlman dini idarələrinə, həcc təşkilatına və müsəlman cəmiyyətlərinə lazımi yardım edəcəklərini söyləyib. Biz də kanalımız adından deyilən ən xoş arzulara qoşulur. Dünya müsəlmanlarını bu əziz gün münasibəti ilə təbrik edərək, gələcək bayramları Qarabağda, Xankəndidə keçirməyi xalqımıza arzu edirik. İqbal Rustamov, Famil Qəniyev, Şahin Cəfərov, İntiraz Moskva.